birinci oradan başlamalı ki, birinci reallığımız olmalıdır. Dünyada sürətli heç nə baş vermir və tədricən olacaq hər şey. Yəni ki, dəli deyiləm ki, nə işim var oralıqda deyən adamlar üçün nəsə bir çıxış yolu var ki, yaxşı, sən bu üsulu yoxla. Başqa bir texnika var onda. O texnikalardan biri insanın həddindən artıq özünü tanıma məsələlərini kökləməsidir. Ülviyə xanım, rahat-rahat çayınız için, heç ara getmirik. Bürcümü oxumuşam mənə bugün. Artıq hərəkət eləmək olmaz. Evin içində, elə burada fırlanacaq nəyimiz var, burada həll eləyək, videomda gələn dəfə çəkərik inşallah. Niyə? Niyə? Bürclər deyib ki, bugün qeyri-adi hərəkətlər eləməyin də, yəni öz işinizlə məşğul olun. Ona görə hər ehtimalı başımıza bir iş gələr. Mən çox qorxanam. Bürcələr nə yazıb o da olur. Ona görə nə deyir, qoy onu da eləyək. Getməyək başqa yerə. Hə, yaxşı. Onda heç ara getmiriksə, bürclərə tabe oluruqsa, onda sizcə nəyi müzakirə edirik? Bürcləri yoxsa qorxularımızı? Bürclərin müzakirə olunan tərəfi var ki, bürcə inanmıram deyən adama mən inanmıram. Bürc nə deyirsə o da çıxır. Ona görə qorxudan danışın məncə. Bürc düppələm düzdür. Yaxşı, bürc bizi liftdən qorxanda xilas edir? Yox, eləmir. Aha, və təyyarəyə minmək qorxusunun qarşısını alır? Yox, amma onun bürclə əlaqəsi yoxdur. Axı bürc bizim həyatımızı tənzimləyir. Çünki o ulduzlarla baxırlar, deyirlər ki, bu belədir. Aha. O da olur. Yaxşı, deyək ki, bu gündən bürclər dedi ki, bugün möhtəşəm keçəcək, əla keçəcək, amma mən dayanmışam binanın qarşısında və üzü yuxarı baxıram. Qabağımda bir 18 mərtəbə var, mən bunu piyada çıxacaq yoxsa liftdən? Təbii ki, liftlə çıxacam, amma onun nə əlaqəsi var ki, bürc? Amma liftdən qorxuram. Ay, o qorxumla bürcü necə birləşdirək ki biz? Aha. Deməli, belə çıxır ki, cəmiyyətin xüsusi şablonlaşmış inancları var. Bu şablonlaşmış inanclar insanların ümumi əhval-ruhiyyəsi və mövqeyi haqqında bizə məlumat verəcək. Məsələn, dünyada təxminən 1 milyarda yaxın əqrəb bürcü var. 1 milyarddan bəlkə də çox və yaxud da az tərəzi bürcü var. Bunların xasiyyətləri budur, bunlar özlərini belə aparır, amma 2 nəfər aşağıda dayanır, biri əqrəb bürcüdür, biri tərəzi bürcüdür və müzakirə edirlər. 18 mərtəbəyə necə çıxmalı? Necə çıxmalı yaxşı? Və ikisi də liftdən qorxurlar və lift də bəs deyilmiş kimi yuxarı qalxıb pasportlarını götürüb təyyarəyə gedəcəklər. İkisi də ilk dəfədə təyyarəyə minirlər və ikisi də bir-birinə baxaraq deyir ki, bu necə baş verəcək? Amma bürc də deyir ki, gün əladır. Hə, indi ola bilsin ki, arada səhv eləyir də, amma 90% düz çıxır. Yox, mən bürcə çox inanıram. Aha. Deməli, burada ümumi və fərdinin arasındakı məsələlərə baxmalıyıq. Davamlı olaraq təkrarladığım bir söz var. İnsan öz fərdi identifikasiyasına çıxana kimi, fərdi identifikasiyasına yiyələnə kimi astrologiya, numerologiya, ondan sonra müxtəlif inanclar, müxtəlif qənaətlər, müxtəlif ümumi kütləyə xitab edən bütün düşüncələr insana aid ola bilər və insan orada özünü tapa bilər. Travmalarımızı tapmaq üçün, problemlərimizi görmək üçün illa da təyyarəyə minməyimiz, ya liftin qabağında ayağımızın birini qoyub birini götürməyimizə ehtiyac yoxdur. Elə mən fincanda bax, elə bu çaya baxaraq istənilən bir şəkildə özünü ifadə ilə öz problemlərimdən sizi xəbərdar edə bilərəm. Məsələn, götürək, səhər-səhər yataqdan qalxanda beynimdə gedən informasiyaya baxım. Məsələn, çox ağırdır, gecəni yatmamışam, səhər işə getməliyəm və işə getmək istəmirəm və beynimdə davamlı iki dialoq gedir. Qalx, tez elə qalx, işə getməlisən. Yox, bu günlərim gecəni yatmamışam, mən yorğunam, yatacam. Əgər qalxmasan, sən işdən çıxardacaqlar. Çıxarsınlar. İtirəcəyim nə var ki, o bir səs cavab verir. İşdən çıxsın, acından. İşdən çıxsan, acından öləcəksən. Sənə bu lazımdır. Beyninizin içindəki səs. Bəli, o beynin içindəki o səs susmursunuz və siz o beyninizin içindəki o səslə qalxırsınız, tənbəl-tənbəl geyinirsiniz və sizin həvəssiz gedəcəyiniz iş sevmədiyiniz bir işdir və sevmədiyiniz işə getdiyiniz anda metroda, telefonda, sosial şəbəkədə dolaşarkən bürcü oxuyursunuz. Bugün möhtəşəm keçəcək, gözlə möhtəşəm keçəcək. Heç nə yaxşı keçib eləməyəcək. Və bu halda və mən düşünürəm ki, əslində o bütün o
fərdi identifikasiyaya gedib çatmaq üçün, özünü tapmaq üçün burslərdən də keçdim, numerologiyadan keçdim, rəqəmlərlə özümü müəyyən etmədən keçdim və hər şeydən keçdim. Və bir dəfə heç unutmaram, dostlarım biri mənə götürdü dedi ki, mən diaqnozları da gördüm, mənə qoyulan təsbitləri, mənim haqqında qənaətləri də eşitdim. Amma bunların heç biri məni həllə aparıb çıxartmadı. O həll ki, mən yenə açarı tapanda kükrəyirəm, keçmişi gələcəyə qatıram və gələcək qorxusundan titrədiyimi də görürəm. Amma bunların heç biri mənə nə üçün bunların baş verdiyini və bunların həll yolunu mənə gətirmir. Əslində bürclər də bizə həll yolunu gətirmir, amma xəyallarımız var da bizim. Hamının özünün arzuladığı, gedib çatmaq istədiyi xəyalları var və o bürclər elə bil bizə o xəyallara çatmaq üçün necəsə kömək eləyir. Baxırsan ki, bu bürcün bu gün dediyini eləsəm, bəlkə o xəyala çatmaq arzum bir addımda gerçəkləşər, bir addımda irəli gedərəm. Bəlkə mən özümü bu çərçivədə saxlasam, yəni gedib o xəyalıma daha tez çataram da. O bürclər bizə onu gətirir, onun rahatlığını verir bizə. Aha. Deməli, bizim dünya haqqında təsəvvürlərimiz valideynlərimizlə münasibətlərə əsaslanır. Biz uşaqlıqda hansı ailədə göz açmışıq, o ailədə bizim təhlükəsizliyimiz və güvənimiz nə dərəcə təmin olunub. Anamız hiperqəyyumdur, yoxsa anamız həddindən artıq nəzarətçi bir tipə malikdir, və yaxud da anamız laqeyddir, və yaxud da ki, atamız həddindən artıq aqressivdir, və yaxud da ki, laqeyddir. Bütün bunlar bizim dünya haqqında təsəvvürümüzün təməlidir. Bizim təsəvvürümüzün təməlində əgər keçən dəfə biz yalançı məndən danışdıq. Biz dedik ki, yalançı mən həyatda sağ qalmağın və həyatla dil tapmağın üsullarını arayan bir şəxsiyyətin inşasıdır. Mən bir şəxsiyyət olaraq bunun inşasını yaradıram. İndi mən baxıram ki, əgər mənim uşaqlıq xəyallarımda sən bu qaydalar çərçivəsində hərəkət etsən, sən gedib filan arzuya və hədəfə çatacaqsan. Qaydalar əslində pis deyil, amma eyni zamanda çox zərərlidir. Çünki bu səni həm məhdudlaşdırır və yeni ideyaların gəlməsinə manedir və nəsillərin yenilənməsi baş vermir. Nəsillərin yenilənməsi necə baş verməlidir? Düşüncə. Məsələn, bu düşüncə necə olmalıdır? Məsələn, mənim dünya haqqında və həyat haqqında məlumatlarım mənim xəyallarıma əsaslanır. Məsələn, gedək bunu bir nümunə ilə baxaq. Məsələn, mən həddən artıq kiloluyam. Və yemək yeyər kilolarıma rəğmən yeyəndə xoşbəxt olur. Çox xoşbəxt olur. Amma həmin məsələyə psixoanalitik yanaşanda görürük ki, onun öz anasının südünü əmərkən keçirdiyi xoşbəxtliyin dadını arayışdır. Çünki o anda o xoşbəxt idi. O anda heç bir təhlükə yox idi. O anda ananın qucağındaydı. O anda hər şey təmin olunurdu və həyatın bütün stressləri üstünə gələndə və o dəhşətli reallıqlar onu sıxanda, yaxud da ki, məni sıxanda, mən yenə həmin yeməyə otururam və həmin anda mən orada o balaca uşağam, o yeməyi ləzzətlə yeyirəm və bunda hər şeyi unuduram. Çünki o anda beynimiz ayırd eləməz ki, sənin neçə yaşın var? Ağır mövzudur. Və gedib bizim ucu xəyallarımıza toxunursa bunun, bəs onda xəyal da qurmayaq. Aha, deməli, xəyal barədə elmi tədqiqatlar aparıblar və müəyyənləşdiriblər ki, 15 dəqiqədən artıq qurulan xəyallar beyin üçün reallıq hesab olunur. Məsələn, siz 15 dəqiqədən artıq xəyal qurursunuz da ki, mənim, məsələn, çox bahalı avtomobilim var həyatda, beyin onun real olduğunu qəbul edəcək və həmin avtomobilin əldə olunması üçün sizə çarələr və yollar təqdim eləməyəcək. Eləməyəcək. Çünki onu bir real olaraq qəbul edir. Məsələn, biz hər ikimiz kitab dünyasındanıq. Kitab oxumağın beyin üçün ən böyük özəlliklərindən, xüsusiyyətlərindən biri odur ki, beyin onun ədəbiyyat olduğunu bilmir. Necə bilmir? Onda itəriyək o kitabın içində. Ay, sağ ol. Biz orada şuurüstü tənzimləməyə gedirik. Beyni isə şuurüstü və şuuraltı tənzimləməni bilmədiyinə görə ədəbiyyat yalnız bizə o zaman zövq verir ki, biz onun içərisində tam dalırıq. Endorfin və dopamini qəbul edirik. Amma biz ki, o ədəbiyyatda o yad bir şeyi görən kimi qəfil ayılırıq. Onda ki, o kitab bizim gözümüzdən düşür. Onda beyin onun real həyat olmadığını anlayan kimi bizə hücum edir. Sanki o qəfil yuxudan ayıldı. Aha, bu real deyilmiş. Bu beynin ayılmadır. Bizim zövqümüzün yarıda kəsilməyi deyil. Elmi bir tövsiyə var ki, oxuduğunuz kitabları seçin. Çünki beyin onu ayırt eləməz.
Beyin ayırd eləməz ki, bu reallıqdır, bu doğrudur. Və kitab oxumanın hətta koqnitiv bir tərəfdə gözəl bir izahatı var ki, roman oxumaq, mütaliə ona görə zövq verir ki, beyin orada öz təhlükəsizliyini qoruyaraq ən inanılmaz təcrübələri sınaqdan keçirə bilir. Hə. Məsələn, siz həddindən artıq, məsələn, bir misal deyim, Qurtlar Vadisini izləmək sevirsiniz. Siz heç vaxt mafiyanın içərisinə girməyəcəksiniz, yeraltı dünyada nə baş verir, amma onu o bütünlüklə dolu-dolu yaşadığınız, siz orada olduğunuz zənn edirsiniz və beyin də reallıqla xəyal ayırd eləmədiyinə görə artıq oradadır, onun içərisindədir. Ona görə o sərhəddi də nə oxuduğun gözləməyən adamlar onun içində itib batır, tənhalığa çəkilir, yoxa çıxır. Deməli o sərhəddi müəyyən eləmək. Müəyyən eləmək nə lazım. oxuyuram. Bəli, bəli. İndi bayaqlarım sosial şəbəkədə qarşıma bir dənə dayının videosu çıxdı. O kitab oxumaq cahillikdir deyə özü qışqırıb bağırırdı. Onu neçə nəfər göndərdi mənə. Bəli, bəli. O sərhəddi qorumayıb. O həyatla, reallıqla kitab dünyasının, öz yaratdığı dünyanın arasında sərhəddi qorumayıb və onun içərisində itib batıb. İtib batdığından da əlavə kitab oxumaq da vasitədir. Onu həyata, reallığa vasitə olaraq tətbiq eləmədikcə bizim üçün cəmiyyətdə ziyalılar kəlləsi dolu, cibi boş təəssüratı yenə yaradacaqlar. Və bunu sən müəllimi Bəli, onda artıq biz kitabı da təbliğ edə bilməyəcəyik. Çünki kitab oxumaqla harasa gedib çata bilmədiyimə görə əməli olaraq mənim kitab oxumağım sadəcə olaraq bir akademik təsir bağışlayacaq və bu halda ya mən ciddi psixoloji problemlərim var, hələ də orada işləyirəm, ya da özümü sərgiləyirəm. Baxın, bu qədər kitab oxumuşam. Və bu baxımdan xəyallarımızı ciddi şəkildə araşdırmalıyıq. Xəyallarımızın üzərində baş sındırmalıyıq. Məsələn, bəli, mən liftdən qorxuram. Yaxşı, liftdən qorxum mənim xəyalımın məhsuludur. Yəni fantom bir şeydir. Biz fantom məsələlərinə son zamanlar çox rast gəlirik. Məsələn, panik atak. İnsanlar gedirlər, xəstəxanalarda saatlarla tibbi yoxlanışlardan keçirlər. Ağciyərlər, ürək, salamatdır hər şey. Hətta mənim bu yaxınlarda bir nəfər mən görüşəndə belə bir söz dedi. Dedi ki, kitab oxuyanda infarkt keçirdəcəyimi zənn edirəm. Çünki qolumda quruma baş verir və bütün bədənim iflic olur. Amma mən bilirəm ki, mən kitab oxumaq mənə vacibdir və mən beynimin o hüceyrələrin yenilənməsi üçün kitab mənə bütün psixoloq və nevropatoloq tərəfindən tövsiyə olunur. Niyə? Çünki kitab oxuyan zaman o fantom bir qorxu ilə qarşılaşır, bir kölgə ilə qarşılaşır. Psixoanalitiklərdən biri bunu çox gözəl izah edir. Deyir ki, sənədlərimi, bir xarici ölkədə yaşayırdım, sənədlərimi aparıb həmin ölkədə vətəndaş olmaq üçün vermişdim. Mənə dedilər ki, siz bu sənədləri 3 il ərzində gəlib yoxlayarsınız, 3 ildən sonra bu sənədlər dövlət tərəfindən təsdiqlənəcək və siz bu ölkənin vətəndaşlığı üçün bir mərhələ keçmiş olacaqsınız. Və deyir, mən getdim 3 ildən sonra, 3 il ərzində, yoxsa 3 ildən sonra getdim bu sənədlərin dalınca və məlum oldu ki, mənim sənədlərim hamısı itib. İtib? İtib. Ay. Və bu böyük bir dəhşət oldu. Mən deyir, sanki bir balonun içində həbs olmuşdum, şarın içində həbs olmuşdum və orada mən çırpınırdım və mən elə bilirdim ki, mən boğulub öləcəm. Amma mən bir anlıq özümə əl aldım və belə özümə sual verdim. Əzizim, sən psixoanalitiksən. Sənin burada boğulmağın və bu fantom ağrı ilə mübarizə aparmanın səbəbi nədir? Aha, sən qorxursan. Qorxunu deyir, dərk eləyən kimi başladım özümə ağıl adası yaratmağa beynimdə. Bəli, sənədlər içib. Böyük bir fəlakət deyil. Bunların mütləq harca bir kopyası, bir surəti var. O surətlə mən yenidən ölkəmə qayıda bilərəm. O sənədləri yenidən toplaya bilərəm. Uzaq başı mən 6 ay itirəcəm. Amma bu an bu fantom dəhşətli bir boğulma ilə mən bir gün artıq yaşamayacağam. Və mən davamlı olaraq son illərdə psixologiya və psixoanalitika sahəsində göstərdiyim fəaliyyətlə üzləşdiyim ən böyük məsələlərdən biri budur ki, insanlar qorxularla üzləşməkdən çox qorxurlar. Qorxu qadağan olunmuş emosiyadır. Ora düşmək özü qorxuludur. Qorxu ilə üzləşmək özü qorxuludur ki, yəni mən birdən gedərəm nəyisə eşələyərəm, altından elə bir şey çıxar ki, mən onun öhdəsindən heç cür gələ bilmərəm. Ayşə, mən onun öhdəsindən gələ bilmərəm qorxusu da fantomdur. Çünki biz heç vaxt bilə bilmərik ki, bizi qarşıda nə gözləyir. O məşhur bir söz var, deyir, həyatının altı üst olmasından çox qorxursan. Nə bilirsən, altı bəlkə üstündən daha uğurludur, daha gözəldir. Və bu halda mənim o qadağan zonalarım var. Qadağan zonalarım, məsələn, mən liftin qarşısında dayanmışam, liftə minməkdən qorxuram. Mən dönüb gedib araşdırsam ki, mənim dünyaya gəlmə prosesim o qədər uzun çəkib ağrılı olub ki, o prosesə görə mən liftdən qorxuram. O qədər dərinliyə getmək mümkündür, yəni.
Bu bir informasiyadır. Valideyndən maraqlanacaqsınız. Bu informasiyanın sizə bir faktor olaraq təqdim olunması onu göstərəcək ki, sizin zehniniz yenə də bir fantom kölgə ilə mübarizə aparır. Bu bir kölgədir. Kölgələrdən isə qorxmaq olmaz. Kölgə sizə nə edə bilər ki? Bəli, bir dəfə qalxdım liftdə, 2 dəfə və orada artıq o panik atakla apardığım mübarizə, ondan sonra o bilinməyən fizioloji ağrılarla mübarizə, gedirəm həkimə yoxlanıram, sağlanam, amma bu ağrılar məndən əl çəkmir. Bütün bunların kökü hamısı bizim xəyallarımız, qorxularımız və ondan o qarşımıza çıxan natamamlığımızdır. Yaxşı, belə sual verərsiniz. Bəli, bunu hər kəs deyir. Qorxularınızla üzləşir, natamamlığınızla üzləşir. Yaxşı, bunu mən nə edə bilərəm? Məsələn, şəxsi münasibətlərdə insanlar arasındakı məsafəni qorumamız və orada tam səmimiyyətin olmaması bizim natamamlığımızla üzləşməyimizin bir sübutu ola bilər. Məsələn, belə deyim. Ofisdəyik, mənə gəlib deyirlər ki, stəkanı düzgün qoymamısan. Mənim stəkanı düzgün qoymamam məsələsində mənim səmimiyyətim və natamamlığımla üzləşmə problemim varsa, mən avtomatik müdafiəyə keçəcəm. Deyəcəm ki, mən düz qoymuşam, sənin üçün düzdürsə, mənim üçün düzdür. Mənim üçün. Hətta sizə deyə bilərəm, insanın münasibətlərdə ünsiyyət zamanı səsi nə qədər yüksəlirsə, özünün haqlılıq iddiası o qədər çox olduğunu adama göstərir. Ya da ki, özünün haqsız olduğuna bir o qədər çox inanır daxilən. Mümkün də elə bir şey. Haqlı olduğunu inanır. Haqlı olduğuna inanır. Onun səsi qışqırır, o haqlı olduğunu inanır. Və o haqlı olmanın kökündə ciddi qorxu yatır. Onun haqlı olduğu məsələsinin şübhə altına alınması məsələsi. Yəni sən qarşımda bu kimdə ki, mənə şübhə eləyir ki, mən haqlı deyiləm. Hər cür orada artıq matruşkalar kimi emosiya və hisslər bir-birinin içinə keçir. Emosiya və hisslər deyirəm. Çünki hiss və emosiya fərqli şeylərdir. Hiss və emosiya iç-içə keçir və onun altındakı əsas qorxuya gedib çıxmaq ki, mən niyə həmişə müdafiəyə keçirəm? Onu araşdırmaq lazımdır. Artıq o obyekt yönümlüdən keçir subyekt yönümlüyə. Məsələn, insanlar tez-tez deyirlər, məni valideynlərim təhsil almağa qoymadı, cəmiyyət pisdir, dövlət pisdir, həyat belədir və daim şikayət və bu şikayətlərin alt kökünə baxdıqda, alt qatına baxdıqda belə bir şeylə rastlaşırıq ki, əgər kimlərsə başqalarının onların inkişafına maneçiliyin deyirsə, köməyi də başqalarının umduğuna işarə vurur. O gözləyir ki, onu xilas eləsinlər, kimsə gəlsin, əl gəlsin, onu qucağına alsın, yenə də onu pışpışlasın və hər şey yaxşıdır desin və desin ki, mən buradayam və sən yenə də ananın qucağındasan və bu qədər həmin körpəsən və təhlükəsizlikdəsən və insanın o təhlükəsizlik və cənnət dərdini təbii ki, normaldır. Bizə bir cənnət vədi var, bizim zehnimizdə bir cənnət var Adəmdən bəri, Adəm əleyhissalamdan bəri. Bu normaldır. Amma bu cənnəti toksik bir hala gətirib dünya ilə münasibətlərini zəminə qoyanda və mən böyümək istəmirəm. Mən böyümək istəmirəm. Sən mənə səhv tuta bilmərsən. Sən mənə hər hansı bir iddianı irəli sürə bilmərsən. Sən mənə hər hansı bir təzyiqi göstərə bilmərsən. Və təbii ki, bu halda insan özünün qəfəsdə olduğunu hiss eləyir. İnsan azadlıq deyə bağırır. Amma o azadlığın əsl azadlığa dəxli yoxdur. O insanların o narazılığının da kökündə bu var da, hər şeydən narazı olmağının ki, heç nə düz deyil, bu gün niyə yağış yağır, bu gün niyə hava buludludur, mən niyə ayaqqabım bu formadadır. O narazılığın da kökündə onda o qorxular yatır. Bəli, bu qorxuların hamısı naməlumluqla və dəyişikliklə qarşılaşmanın qorxusudur. Məsələn, bayaqların xanımlardan biri mənə sual yazmışdılar ki, naməlumluqla qarşılaşmaq nə deməkdir? Naməlumluqla qarşılamaq odur ki, məsələn, sən gəlirsən, çıxırsan, çatırsan ofisə, əlini atsan cibinə ki, açar evdə qalır və ev yasamaldadır. Ofisi isə neftçilərdir. Nə edəcəksən? Naməlumluqla qarşılaşdın. Və sən çıxdın, gördün ki, maşını evakuator aparıb, naməlumluqla qarşılaşdın. Sən baxdın, gördün ki, uşaq universitetdə çıxıb. Sən demə çıxıbmış, mən xəbərim yox. Ay, sağ olun. İndi neynəyəcəm? Və bu naməlumluq əslində nə uşağa dəxli yoxdur, nə maşına dəxli yoxdur, nə ofisin açarına dəxli yoxdur. O bizim qayıdır ibtidai qorxularımıza. O ibtidai qorxularımızda ki, biz bütünlüklə dəyişikliyin əleyhinəyik. Dəyişiklik bizə dəyişiklik gəlməz. Biz problemi sevmirik. Məsələn, biz problemi inkişaf naminə, inkişaf anlamında götürəndə bizə inkişaf başlayır.
Bəli, açar qaldı evdə. Deməli bu nədir? Bu o deyir ki, indi mən orada avtomatik olaraq öz fizioloji göstəricilərimə qayıdıram. Mən hələ 35 yaşıma çatmamışam, artıq nədir yaddaş problemi başlayıb. Mənim yaddaş probleminin kökündə nə ola bilər? Mən gərək bir stres testindən keçəm. Mənim stres vəziyyətim yoxlanam. Qanımda kortizol yoxlatdıram. Kortizol yüksəklik olanda insan davamlı stres halında olur və insan unutma ehtimalı yüksəlir. Bəlkə bu deyil, mənim doğrudan da hiperaktiv beyin problemim var və bu hiperaktiv beyin problemində beyində boz maddə çox olur. Boz maddənin iki mənfi və müsbət tərəfi var. Boz maddəsi yüksək olan adamlarda həddən də yüksək IQ olur, böyük zəka sahibi olurlar. Onlar hər şeyi çatdırırlar, amma sonrasında açar qoy gedərlər. Ay Allah. Gəlində iki daşın arasında qalmaq kimi şeydir. Ay sağ olun. Orada artıq mən yenə də qayıdıram ana bətninə, dünyaya gəlmə halıma. İnsanların dünyaya gəlmə şərtləri və şəraitləri çox mühümdür. Dünyaya gəlmə anımızda üzləşdiyimiz problemlər, boğazımıza köpək ciyəsi dolaşmağından tutmuş, ağır, ananın ağır doğuş halı keçirtməyənə qədər bizim dünyanın ilk tanışlığımızdır. Yəqin görmüsünüz sosial şəbəkədə ilk doğulan uşaqları videoları çəkirlər, gözləri belə baxır. Onun dünyanın ilk tanışlığıdır. O hara düşmüş həmin dəhşətindədir. Biz açarı itirəndə də, maşın evakuator aparanda da və yaxud da ki, müxtəlif hallarda uşaq universitetə atanda da mən həmin naməlumluq anındakı o dəhşətə qayıdıram. Nə baş verir? Nə baş verir? Yaxşı, bəs bu vəziyyətimizi dəyişməyin hansısa bir texnikası yoxdur ki, mən o naməlumluqla üzləşəndə hər şey düzəlsin. Elə bir texnika yaşayım ki, öyrənim ki, məni sürətli formada dəyişsin. Bəli. Sürətli forma, əgər kimsə sizə vəd edirsə, bu yanlış və yalandır. Çünki dünyada sürətli heç bir şey yoxdur. Hətta dünyaya gəlməyə 9 ay çəkib. Və buradan artıq yola çıxaraq biz birinci oradan başlamalıyıq ki, birinci reallığımız olmalıdır. Dünyada sürətli heç nə baş vermir və tədricən olacaq hər şey. Hətta psixologiyada belə bir məsələ var ki, sizin psixoloji bir xəstəlikdən sağalmağınız 10 ildən 15 il arasına qədər çəkə bilər. Qocaldım da. Ay, ona görə psixoloji terapiyalara mümkün qədər daha tez başlamaq lazımdır və 40 yaşdan sonra olan psixoloji terapiyalar insana o qədər də xeyri olmur. İndi bu nöqteyi nəzərdən bu bir. İkincisi, istənilən bir problemdə açarın itməsindən, yasamalda qoyub gəlmənizdən, maşını evakuatorun aparmasından, uşağın universitetə atmağından ilkin növbədə özümüzü reallığa qaytarmamız olmalıdır. O an özümü reallığa kökləməliyəm. Mənim xəyalım o naməlumla qarşılaşarkən başlayır dağılmağa. Ta dünyaya gəldiyim anın naməlumluğuna kimi gedə bilər. Beyin. Və bütün qorxuları dirildir. Onda beyinə bir dayan demək lazımdır. Beyinə dayan deyirəm, sakit ol. Burada dəhşətli heç nə baş verməyib. Qorxma, ağıl adası yaradırıq, həmin psixoanalitikin dediyi kimi. Burada heç nə dəhşətli baş verməyib. Dünyada ölümdən başqa hər şey çarə var. Və sakit ol. İndi gəlirik yavaş-yavaş özümü reallığa kökləyirəm. İndi mən burada nə etməliyəm? Açar yasamalda qalıb. Bu halda açar yəqin təkcə məndə deyil. Başlayan variantlara. Başlayan variantlarına və burada natamamlıqla üzləşirəm ki, mən yaddaşından zəng edirəm, müdirə deyirəm ki, əzizim ya da yoldaş ya cənab, mən açarı yasamalda qoyub gəlmişəm. Bəli, yaddaşımda son zamanlar bəzi problemlər yaranır və burada mən öz natamamlığımla üzləşirəm. Qışqırmıram, bağırmıram, müdafiəyə keçmirəm, ağlamıram. Çünki bütün bunlar hamısı emosionaldır və emosional olaraq ağılda bloklanma yaradır. Emosiyanı biz özümüzdən uzaqlaşdırırıq ki, məntiqimiz çıxsın. Bəli, tam bir rasional halda, sakitcə köklərlə. Bəli, uşaq universitetə atdı, gəldi. İndi nə edə bilərik? Bəli, normal Azərbaycanın ailəsində qadın saçın başını yolacaq, bir panik atak keçirdəcək, ürəyə gedəcək, təcili yardım üstünə çağırılır. Bəs sonra hadisə baş verib. Və bu halda məntiqi və soğuqqanlı şəkildə ki, qarşımızdakını intihara sürükləyəcək qədər ona təzyiq də göstərməyə. Çünki gənclik istənilən iş eləyə bilər. İndiki gənclər çox hiperaktivdirlər. Beyni qanlı və dəliqanlıdırlar. Və onlara baxırıq və mən hadisənin içərisindən çıxmaq üçün sakit bir şəkildə otururam və o anda, o əsəbi anda qərar verməmək üçün ən azından 1-dən 10-a kimi sayıram. Yox, əgər bütün bunlar mənim əlimdən çıxırsa və mən bunları idarə etməz hala gəlirəmsə, mən onda avtomatik olaraq terapiyaya müraciət etməliyəm. Çünki mütəxəssis yardımı lazımdır. Diş ağrıyır, çəkilməlidir. Bu taktika 1. Sakitləşmək, məntiqi üzə çıxartmaq. Və sakitləşə bilməyən,
mütəxəssisdən kömək almağı heç ağlının ucundan da keçirtməyən ki, dəli deyiləm ki, nə işim var oralıqda deyən adamlar üçün nəsə bir çıxış yolu var ki, yaxşı, sən bu üsulu yoxla. Başqa bir texnika var onda. Aha, növbəti başqa bir texnika deyə bilərik. O texnikalardan biri insanın həddindən artıq özünü tanıma məsələlərini kökləməsidir. Özünü tanıma məsələləri nədir? Məsələn, mən davamlı müraciət edənlərə, yəni ətrafındakı olan adamların hamısına deyirəm ki, özünüzə bir fərdi inkişaf dəftəri tutun. O fərdi inkişaf dəftərinin üstünə yaza bilərsiniz, məsələn, qərənfil. Bu qərənfilin yuxularını ora yazıram. Yuxuları. Qənaətlərini ona yazıram, düşüncələrini ora yazıram. Məsələn, mənim bir qənaətim var. Mən düşünürəm ki, mənim çox pulum olsa yolumu azaram. Məsələn, belə bir qənaətim var. Əksər Azərbaycanlıların şurasından çıxan söhbətdir. Çox pul halal yolla gəlməz. Çox pul halal, məsələn, bu çox pul halal yolla qazanmaz söhbətdə bir qənaətdir. Və yaxud da ki, çox uğurlu olarak mənə gözləyər. Maşallah. Bax, belə bir qənaətlə yaşayan insanlar var. Və bu qənaətlər və yaxud da ki, çox danışaram, şərə düşərəm. Bax, belə qənaətlər var. O söz çox məşhur, çox danışaram, şərə düşərəm. Mümkün qədər özünün o potensialını boğur. Halbuki danışda çox insanlara xeyir verəcək. Mən orada dəftərimi bölürəm, keçmiş 48 vərəqlilərin, ya 80 vərəqlilərin, ya 120 vərəqlilərdən olsa çox olur. Mən onlara yuxularım hissəsini ayırıram, qənaətlər hissəmi ayırıram, qənaətlər. Düşüncələr yerimi ayırıram və emosiyalar yerimi ayırıram və qorxularımı da ayrıca bir yerə ayırıram. Çünki bunların hamısına avtomatik olaraq nəticə olaraq qorxu çıxır. Bəli, mənim qənaətim var. Şərə çox danışaram, məsələn, şərə düşərəm. Baxın, yazıram həmin qənaəti yuxarı. Bir gün ərzində bunu düşünürəm. Özüm üçün təhlil edirəm. Təhlil edirəm ki, ilk dəfə bu sözü mənə nə vaxt deyiblər. Məsələn, baxıb görürəm ki, orta məktəbi idi, müəllimim üstə qışqırar ki, orada səsini kəs. Sonra birazca da dərinləşdirim. Gedib görürəm ki, 5-6 yaşıma bax, belə yadıma gəlir ki, mən həmişə süfrənin başında böyüklərin üstünə söhbətlə müdaxilə edirəm. Mən deyirəm ki, kəs səsini, uşaqsan. Uşaq böyünsüz nə? Uşaq sözün böyünür. Sən nə bilirsən? Yavaş-yavaş, aha. Hopur bizə. Hopur. Oradan sonra baxıb görürəm ki, aha, mən əslində qorxuram. Sonra həmin qorxunu tapandan sonra və yavaş-yavaş o qorxunun üzərinə getməyə başlayıram. Və belə bir məşq edirəm. Məsələn, sabahlarım biraz həmişəkindən daha artıq danışıram. Və hiss edirəm ki, içəri ürəyim titrir. İçəri ürəyim titrir. Yavaş-yavaş onu alışdırıram. Onu asta-asta alışdırıram. Məsələn, mənə yazır ki, şəxs yazır ki, məsələn, mən kitab oxumaqdan çəkinirəm, elə bir vaxt keçirəcəm. Dedim ki, yaxşı, sən hansı kitabları oxuyanda belə olursan? Dedim ki, onda heç olmasa 2-3 vərəq oxu da, 2-3 vərəq oxu. Ondan sonra dedi ki, mən əgər romanı əlimə götürürəmsə, mən onu sabaha kimi çatdırmasam ürəyim partlayır. Mən dedim ki, onda bu vərdişi özünüzə alışdırmalısınız. Dedi, necə alışdıracağam? Onda belə eləyəcək. Siz roman yox, elmi kitab götürəcəksiniz. Çünki elmi kitabı insan sonuna maraqlanmaz. Elmi kitabı götürün. Bugün bir vərəq oxuyun, sabah 3 vərəq oxuyun, o bir gün 4 vərəq oxuyun. O, içəridəki o uşağı alışdırmalısınız. O uşaq qorxub. Qorxaqdır. Hər şeyin kökündə çünki onu məktəbdən tez çıxardıqlar. Qoymurlar oxumağa. Məktəb onun beynindəki kabusdur. Öhdəsindən gələ bilmədiyi bir hadisədir. Başa çatmayan bir geştaltdır. Yavaş-yavaş, elmi kitab ağlıma gəlməmiş. Gedib onu tətbiq edəcəm. Bu kitab oxumaq, təcili oxuyun, bitirin var. O əslində çox adamda var. Elə maraqlı oldu ki, onun kökündə həqiqətən də məktəbdən tez çıxarılma. Bəli. Çox maraqlı, əla. Çünki var elə tanışlar var ki, deyir ki, mən mütləq şey eləməyim. Ya məktəbdən tez çıxarılıb, ya universitetə daxil ola bilməyib. Ya da ki, qorxu altında təhsil alıb. Hər zaman onu itirəcəyi qorxusuyla ki, ay Allah bu əlimdən çıxar, bu necə ola bilər. Məsələn, mən universitet dövründə əyani ilə qiyabi arasında çox gedib gəldim. Valideynlərim çox israr edirdilər ki, qiyabiyə keçim, ondan sonra təhsil formasını dəyişim. Mən davamlı olaraq onu itirmə təhlükəsi qarşısındaydım. İndi siz əlinizdə kitab alanda oxuyub qurtarırsınız 5 dəqiqənin içində. Mən indi sürətli oxuya malikəm. Yəqin ki, bu 6 yaşımdan bəri kitab oxumamın nəticəsi. Məsələn, bir romanı 2-3 saata ya da uzaqbaşı 5-6 saata bitirirəm. Amma indi hazırda onun altında hansısa qorxunun dayandığını, bu qəşəng onun üzərində işləyəcəm. Ona deməli, hər şeyi yekunlaşdırıb belə ən əvvələ qayıdıb deyə bilər ki, bu bürcə inanmağımızın da kökündə gedib qorxularımız yatır. Bəli, biz istəyirik ki, həyatımız tam bir stabil şəkildə sığortalansın. Bizim üçün onlar
təmin olunsun, bir ümidimiz olsun. Amma burada ümidin toksik və ya faydalı olmasına baxmalıyıq. Ümid var bizi yuxuya verər, ümid var bizi inkişaf etdirir. Bu ikinci müddədir. Bizi yuxuya verir və bizim potensialımızı açmağa və səhvlərimizlə, natamamlığımızla üzləşməyimizi gecikdirir. Onda hamımıza bizi işığa aparan ümidin dalıyca getməyi arzulayaq. Çox sağ İnşallah. olun.